Salam əziz ayıqbaşlı izləyiciləri. Nəhayət ki biz yenidən yeni sezona başladıq və inşallah ki bu dəfə davamlı olacaq. Mən bilirəm çox yazırdılar ki ayıqbaşla yenidən başlasın və izləmək istəyənlər var idi. Və sezonu bizim ağsaqqalımız uzun illərdir ayıq təmiz yaşayan və ayıq təmiz yaşamaq istəyənlərə böyük motivasiya olan və bu sferada öz sözünü demiş Emil əmiyədir. Emil əmidir qonağımız və ilk öncə mən təşəkkür eləmək istəyirəm ki, Emil əmi gəlib. Emil əmi, xoş gəlmisən verilişimizə. Neçə vaxtı sıxıram ki, bir də həm təzədən başlayaq bu YouTube-dakı ayıqbaşlı layihəsinə, həm də ki sırf çox istəyirdim ki, sən iştirak eləyəsən. Səni bizim bu dar kütlədə hamı tanıyır, reabilitasiya kütləsində. İnşallah ki, ümumi kütləyə də tanınasan. Niyə görə əsas məqsədsən? Çünki bizim ümumi reabilitasiya sferasında fəlsəfəmiz oxşardır. Sən də müəyyən şeylərlə razılaşmırsan, mən də. Və başlamaq istəyirəm bu məsələlərdən. Nə düşünürsən? Niyə reabilitasiya? Bugünkü gün reabilitasiya mərkəzi sözü gələndə ağla pis şeylər gəlir. İlqar, sağ ol dəvət elədiyinə görə. Allah köməyin olsun. Qardaş, bugünkü gün reabilitasiya deyilən kimi birinci görsən ki, elə belə ad çəkmək istəmirəm də, hamı bilir də, onlar göz qabağına gəlir. Amma reabilitasiya o demək deyil də. Reabilitasiya 12 addım proqramını işlədiriksə, 12 addım proqramı mən öz adımdan danışıram burada, müqəddəs proqramdır. Nə üçün? Məni kimi adamı bu proqram qaytarıbsa, bugünkü gün 4 ili keçmişəmsə, ayıqlığım varsa, mən bunu birinci növbədə proqrama borçluyam. Çünki mən bu illər ərzində çox yerlərdə, nə bilim, daha yer qalmadı da, alındıra bilmirdim. Çox şükür Allaha şərait yaradılıb, getirib çıxardıblar bura bu proqramı. Bu proqramı dəyərləndirmək lazımdır. Bu proqram müğənnilərin speakers eləmək deyil. Bu proqram dəlləy getirib ora. Bu proqram başqa bir proqramdır. Bu proqram, qardaş, bu proqram bilirsiniz nədir? Bugün aslı adamın, belə deyək də, aslı adamın sağalmaqda ən birinci, mən özümdən danışıram, rejimdir. Ən birinci, nə bilim, necə deyim sizə, bu yemək pişirməkdir, kabab çəkməkdir, oynamaqdır. Bax, açırsan canlını, kinto oynayırlar, nə bilim, qoçəli oynayan ki, bildim, qəşəng, əla, gözəl, dəstək var. Amma hər şeyin öz vaxtı saatı var, mənim qardaşım. Görsən, çıxır qabaq, bax, 3 gün, 5 gün üzünü qıxdılar, bir daha köynək giyindirdilər əyninə ki, bəli, bu da bizim rezultatımız, baxın dəyişikliyə. Ay, yox, valla bu deyir. Görün 10 günə nə belə kökəlib. Mənə onun kökəlməyi lazım deyil. Onsuz da o rejimdədir, o kökələcək. O gündə vaxtında yatıb durursa, gündə 3 dəfə yeməyini yeyirsə, fərq eləmir, yumurta qayğanaq yesin, küftə bozbaş yesin, o rejimdədirsə, o kökələcək. Mənə onun başının içi lazımdır. Mənə onun sağlam fikri lazımdır. Mən onun neynirəm kökəlməyini. Başının içi. Ona görə bugünkü gün baxırsan, sırf eləyirlər uşaqlar, ayıq qala bilmirlər. Bunların hamısının kökü, nəticəsi bilirsən nədir? Kimə zəng eləyirsən, deyir, gəl, dünən Nəsirağa gün canlıdayam, birini qoyun, birini danışım. Əmi necəsən, nə var, nə yox, sağlığını yazır biri. Ay qardaş, sən neyin nöş getmə, mərkəzdəyim, deyir 2 gündür buradayam. Canlımda deyir. Sonra yığmışam, Aqavorka ilə gəlmişəm. Ay, bir dağa deyən görək, Aqavorka nədir qardaş? Yox, elə buralarda fırrancıyam. Bu genə deyirəm, mənim qardaşım. Bu biznes işi deyir. Bunu bir də bilsən nə, İlqar, özümdə, öz adımdan, öz baxışımla deyirəm. Adamlar var ki, özlərinə şər atırlar ki, mən də asılı olmuşam, elə bil fəxirdir. Amma mən 3 il, 4 il təzə başlayanda bir söz nə belə antlar içirdim ki, mən narkoman deyirəm, amma mənə elə başa düşməyin, elə tanımayın. İndi narkoman olmuyor. Özünə şər atır ki, valla deyirəm, sən bir daha özünü analiz elə yoxla, sən asılı deyirsən. Özün özünə şər atırsan. Bu da biznes işi deyir, mənim qardaşım. Biznes üçün o belə maşın alveri var, nə bilim, o alveri var, var, verir. Burada candır, göz yaşlı, analara kömək oluruq. Ümid yeyirik biz.
Nə bilim qaqaş, mən çaşıb qalmışam. Baxıram, görürəm ola bunlar nə hoqqa verirlər. Bu dövrə qardaşım. Mahnı oxuyaq, sağ şeir yazaq, bildik qardaşımsan. Çıxır qabağıma 2 dənə reabilitasiya oturublar şeyin altında atları falan reabilitasiya falan pek eləyirlər. Qaqaş bizdə dastatçısıdır. Biz samneynisi olan Abbasına vat eləyər. Bu nə psixologiyadır. Səhər də valideyn yığacaq, deyəcək anam, bəs bu filan zadanya, Başa filan düşdüm. tapşırıq maska altında da. Onun altında olmadı qardaşım. Gözü yaşlı analar var, bu dağa balaları əlində hər şeyini qurban verməyə hazırdır ki, lij bu uşağım sağalsın. Ona görə də bugünkü gündə reabilitasiya mərkəzi adı gələndə həqiqətən əgər bir ailənin uşağı orada sağalmayıbsa, oranın nəticəsini görməyibsə, yəni digər çoxluq kütlə cəmiyyəti pis şeylər fikirləşir. Açıq deyəcəm. Vaxt var əslində reabilitasiya adı gələndə sənə kimi kişinin biz fikirləşməliyik ki, insan 20 neçə il mal elədi, sağala bilmədi, gəldi reabilitasiya keçdi və 4 ildir təmizdir, ailəsinin başı üstündədir, həyatı qaydasında, hörməti hörmət. Həqiqətən mən şəxsən səndən qürur duyuram. Düşünürəm ki, Lüboy Azərbaycanlı qürur duymalıdır. Çünki sən çox dəyişmisən, çox və ən əsaslı bu gün nə qədər insanlara kütlən var ki, sən onlara yönəldirsən də onlara dəstək olursan. Amma bu gün reallıq odur ki, reabilitasiya adı gələndə ilk adam insanların ağlına gələn reabilitasiya adı altından TikTokda klonluq eləyən insanlardır. Ki heç bir reabilitasiya adəti yoxdur. Sırf baxış üçün, Bəli. sırf cəlb eləmək üçün, belə deyim. 5-3 manat üçün klonluq eləyən insanları buraxıblar ortalığa və mən buna qarşıyam. Bax, mən reabilitasiya sferasında ilk bu işi görən insanlardan biriyəm. Mən oje yorulmuşam, boğaza yığılmışam. Çünki mən işimi təmiz görmüşəm. 5 il ərzində bir adam deyənməz ki, İlqar hansısa bir pasiyenti pulsuz götürdü, sonra gətirdi onu TikTokda klon elədi. Qardaş, mənim imkanlı ailənin uşağına da pulsuz indi yetimdir, nə olsun? Bu demək deyil ki, sən onu bütün gün TikToka çəkməlisən. Eləmə də qoy da o da bunun kimi sağ. Əgər sənin motivin, niyyətin həqiqətən düzdürsə, dürüstdürsə. Yox, sən onu sırf klauna da yaradıb insanların baxışını cəlb etmək üçün eləyirsənsə, aydın məsələdir ki, sən burada yaxşı niyyətlə bir iş görmürsən. Bugün də dəhşət çoxdur, əmi. Dəhşət çoxdur. Yəni mən əngəlliyə bitirə bilmirəm. Çox. Reabilitasiyaları. Bir dənə də məsələ var. Artıq bizim prinsiplər qalıb qıraqda. Çoxalıb deyə rəqabət böyüyüb və pasiyenti cəlb eləmək üçün reabilitasiya prinsipə zidd məsələlər ortaya çıxır. Bayaq sən deyin, zəng vurur. Mən telefon işlədim. Deyirəm, qardaş, reabilitasiya sən xəstəsən, sən gəlib izolyasiyaya qapanmalısan. Öz xəstəliyin üzərində işləməlisən və biz sənə yol göstərməliyik ki, necə işləmək lazımdır. Deyir, mənə filan kəs demişdi axı. Telefon işlətmək olar. Mən onu izah edə bilmirəm ki, filan kəs nəticə verə bilmir. Bilmir. Nəticə verə bilmir deyə məcburdur sənin telefonla zadla başına alladıb gətirib salsın reabilitasiya. 100%. Başa düşdün? Və budur, sonra light. Bu mənim yaralı yerim. Light. Bax, təzə mövzudur. Yerindən duran, bunların içində mənim dostlarım da var ha. Belə az fərq eləyir. Hamı mənim fərqi nədir ki? Yerindən duran reabilitasiya açır və adının axırında light yazır. Deyim məsələn ki, 90% adı səhv yazır. O lite yazılmır. L-I-G-H-T yazılır. 90% lite yazır. Yəni mənasını bilməyə bilmir. Light nə deməkdir? Yəni yüngül formatda deməkdir. Və bu adla cəlb eləmə. İndi məsəl üçün mənim mərkəzimdə light yoxdursa, bu o deməkdir ki, ya belə çıxır ki, bu bizə nəyə oxşuyur? Elə bil ki, market açmısan. Prosesə dair bir şeyə ad və əlavə edəcək. Tutalım, məlumatların marketi. Bunun yeri var. Sən aydın məsələdir ki, sən orada məlumatları satırsan. Sən prosesi ortaya atıb bununla baxın bizdə dolma. Baxın bizdə nə bilim uşaqları sığallayırıq biz. Amma eləmək asandır. Nə var ki, götürüm deyim girin içəri. Girin içəri. Mən üçün daha rahat. Mən üçün daha rahat. İşçilər getsin, yatsın, bu da yatsın, 6 ay pulunu yeyim, getdi təzədən malımı. Çətin odur ki, bunun başının üstündə deyəm, bunu disiplinə öyrət, bunu yazıb pozmağa. Mən reklamı ilə tuturam İlqar. Ayıq saxladığım uşaqlarla tuturam. İndi belə danışaq da, məsəl üçün 6 ildir, 7 ildir mərkəzimiz fəaliyyət göstərir. Mərkəzimizin 3 dənə korpusu var. 30 sotun içindədir.
Bunu burada deyirəm, bıçaqacan deməmişəm. Ən böyük baseyni bizim mərkəzimizdədir. Futbol meydançamız var, stadionumuz var. Amma o demək deyil, hər gün siqaret Heç vaxt çəkən ordadılar. görməmişəm ki, sən onu çəkəsən, deyəsən baxın. Heç vaxt. Çünki futbolla adam sağalmır, baseynlə adam futbol sağalmır. oynamağın da vaxtı var. Bəli. İndi açaq girək Lightov'da futbol oynayaq. Yox, əsas onun başının Terapiya kökəlməyi var. idi. Əsas onun terapiya var. Futbol oynamaq vaxtı da var, baseyndə çimmək vaxtı da var. Əməlinlə sən işinlə reklam eləyirsən. Burada durub mən kişmişdi bulku verirəm, nə bilim, üstü pavidiləli preşki bişirirəm. Ya vallahi budur. Vallahi billahi. Hadi onlar çətin şeylər deyil. Nə bizdə power var. Bu bildiyin necə? Bax belə deyim daha. Mən uzun ilə bu ayaq başla podkastını biz bir yerdə başladığımız həmkarlarım var idi. Hansı ki biz eyni vaxtlarda mərkəz açmışdıq və yuxarı aşağı bir rəqabət var idi və rəqabət sağlam idi. Bizim rəqabətimiz nə üzərində idi? Nəticə üzərində. Mən məsəl üçün gəlirdim Elgizə, Murada, Zaura, deyirdim bax bu uşaq mənim nəticəmdə 3 ildir təmizdir, Kapital Bankda işləyir. Gələ. O gəlirdi ki, buna bax ailə qurub. Sağ ol. Uşaqlarını böyüdür, bazarda məsəl üçün obyekt götürür. Bəli. Bununla rəqabət apar. Vallah, bu proqram mənim üçün müqəddəsdir. Allah, bu proqrama bir sənin nə belə hörmətim var. Həyatı dəyişir. Bu proqram mənə yaşamadığım hissləri öyrətdi. Mən ayıq başına deməmiş hər şey eləyə bilərmişəm. Gör hardayam mən. Gəldim 28-ə. İlqarla rahat görüşdüm. Heç kimdən qorxmuram. Heç kimdən başa düşdüm. Bu hissləri mən yaşamamışam. 42 yaşımacan. Ağlım kəsəni. Elə mən belə də bildiyin necə. Baxmayaraq ki, institutda oxumuşam. Nə bilim, toy da eləmişəm, uşağım da olub. Day nə lazımdır həyatda? Maşın da almışam, maşın da aşırtmışam, maşın da satmışam. Amma bu tamam başqa şeydir də. Bugünkü gün bunun qədrini bilək də. Bilirsən nə üçün? Hərdən mənə görsən deyirlər ki, sağalmısan çəkil deyən qıraqda da. Neyvə lazımdır? O deyirəm, necə neyvə lazımdır? Mən sağaldıqca gərək kömək eləyim sağalsınlar ki, uşağım var axı mənim döydə. Allah saxlasın. Allah cəm balaları saxlasın. Sağaldaq da əlimizdən gəldiyi qədər. Mən Allah deyirəm, əstağfurullah. Mən vasitəçiyəm. Yəni mənim ayıq qalmağımla, mənim sağalmağımla İlqar, bilirsən nə cür oğlanlar kəndimizdən bugünkü gün ayıqdılar. Bu reabilitasiya sisteminə ilk başlayanda yaxşı rəqabətimiz var idi. Nəticə üzərində, nəticə biliyi üzərində bu çox vacibdir. Bəli. Çıxmısan TikToka, yaxşı eləmsən. Biliyi göstər, yeni informasiya ver. Qoy o valideyn maariflənsin. Qoy o xəstə, o aslı, o narkoman, alkoqolik heç olmasa bir dənə ona ötür ki, o fərqində olsun ki, onunla nə baş verir. Bugün bu işlə heç kəs məşğul deyil. Bu cür özünü göstər. Bugün məşğul olurlar nə ilə? Bax bizim baseyn necədir? Bax bizim aboya. Bax bizim parnoya. Bax bizim nə bilim idman zalına. Bax da bu biz axı otel işlətmirik, biz istirahət məkanı işlətmirik. Demirəm ha bunlar olmamalıdır. Bəli. Demirəm ki, mən nə badə mən düz başa düşürəm. Mən demirəm ki, şərait olsun. Amma siz niyə bunu ilk yerə plana qoyursunuz? İlk planda sənin nəticən. Mən Xaçmazda elə bir reabilitasiya olmuşam. Adı yox idi o reabilitasiyanın. O Möməgilin rayonunda kənddə ev olar, 3 otaq. 2 mərtəbəli bir dənə evdə. Nə kondisioner var, nə bir ventilyator yox idi, pişirdi. Mən orada sağalmışam və bu gün 6 ildir təmizəm. Bəli. Yəni ki, bu elə də böyük rol oynamır. Bunlar niyə bunu eləyirlər? Vallahi ağlıma ancaq o gəlir ki, heç bir informasiyası yoxdur bölüşməyə. Yeni bir informasiya almır, özü mütaliə eləmir, özü inkişaf eləmir. Prosta açıb reabilitasiyanın zamanın balasını saxlayır orada. Bir dənə kitab oxu, bir dənə gir, heç oxuma hansı dövrdür, gir ChatGPT-yə yaz, hər şeyi sənə verəcək. Verəcək. İlqar, bir də bilsən söhbət nədir? Əla, əhsən, maşallah. Açmısan, reabilitasiya bildik. Amma bu göz qabağında da görürük axı bunu. Çıxdı mərkəzdən, əla 6 ay ayıqlığı var, volontyor sıvası qurtarmayıb. Qəşəng, əla. Ayma pul, aypa pul. Uşağım ayıq qalacaq. Sən bunu mənim üçün düzüb qoşsun, mən ayıq qalaram da. Mən özdə prosesi bilirəm. Ev tutdular, o yan, bu yan 8-9-cu ay 3 dənə. Çox yox, 2 dənə valideyndən ödəniş aldı. Öpürəm. Salam əleykum. Hardasan? Mənim qardaşım. Hamı söz deyə bilər.
TikTokda əla, maarifləndir, əhsən, qəşəng. Ha sən bir daha ayağını möhkəmləndir də, bir daha dabanını yerə qoy da. Sən pəncəvin üstündə gəzirsən, barmaqlarının üstündə gəzirdin, düşdün pənciyə. Dabanın elə yerə dəyməyib ha. Başlamısan ki, aslılıq bilirsən necə. 4-cü aydı qaldırıblar ki, biz bunu ilə əməkdaşlığa başlamışıq. Ay xala oğlu, bu elə Besilyasını yazıb bilmir, Besilya nədir, gücsüzlük nədir. Görürük. Bunu hələ buraxmayıb. 3 ayında. Bunu hələ elədikləri buraxmayıb. Hisslərimizlə davranan adamlar, mənim qardaşım. 3 ayında xəstəni aparırlar. Dönər yedizdirməyə Targovda. Qəşəng, bildik, əla. Amma necəyə biz 25 nəfər öyün içində sən İlqarı aparırsan, mən qalmışam burada. Mənim hisslərim. Nə var, İlqarı canlıda çəkəsən, İlqarı sənə biraz tanınmış adamdır. O qaçır sonra. Bildim. Niyə qaçır o? Mənim qardaşım o gündəlik yazmayıb bax. Xəstə fikir gəldi, özünü ravnivt eləyə bilmir. Mən burdan səslənmək istəyirəm. Çox yaxşı mövzuya toxundun. Mən burdan səslənmək istəyirəm ki, nə qədər ki Azərbaycanda reabilitasiya mərkəzi hər hansı bir pasiyenti götürüb və onun reabilitasiya dövrünü 6 ayı onu TikToka çıxardıb danışdıracaqsa, o insan ayıq qalmayacaq o danışan. Ayıq qalmayacaq. Niyə görə? Necə ki bu günə kimi hanı o qədər adamlar çıxardırdılar. Şey qaçdı, nə bilim, Nəsimi qaçdı, falan kəs qaçdı. Bu göz qapır yalan. Han onlar hamısı yenidən istifadə edir. Bəli. Bu kişi 4 ildə ayıqdır. Çünki bunu heç kəs çıxartmayıb ora. Bu kişi başını salıb sağalmağınla, mən də həmçinin. Nə qədər ki o bu klauna da davam edəcək, o insanlar ayıq qalmayacaq. Səbəbini deyim. Niyə? 6 ay bitir. 6 aydan sonra bu reabilitasiyadan çıxır. Bir də ayılır ki, Allah, bunlar pul qazanır. Mənə də buraxıblar ortaya, elə-belə danışdırıblar. Bu belə deyir. Qaçır deyir, Allah bunları vapşı belə olsun, gedir istifadə edir. Mən də olsam eləyərdim da. Düppədüz. Hamısı elə olur. Mən bu öz adımdan danışıram. Mən deyirəm ki, bu reabilitasiyanın reklamı mənim nəticəmdir. İlqar bu sözləri bıçağacan deməmişəm. Sən öndə gedənsən. Bunu adam nöşdanım mən. Sən məndən yaşda balaca ola bilərsən. Sən istifadın məndən az ola bilər. Mənim istifadəm yaş söhbətimiz var. Sən öndə gedənsən. Mən bunu demişəm, deyəcəyim. Öndə gedənlərim Kənan Qaqaşım var, Zaur var və çox. İlqar, nəticəni göstərməlisən. 100%. Bugünkü gün mənim rezidentim var ki, 2 ildir mərkəz işlədir, bez reklam. Mən heç bunu deməmişəm. Əhsən deyirəm. Maşallah. Bu çoxalmalıdır. Düzdür. 100%. İlqar, mən kənddən xəstə aparmışam, deyib istəyirsən reklam üçün çək. Demişəm ona. Mən qoy elədiyimi eləyim, balıq da bilməsə xalıq bilər. Ay, sağ ol. Bəli. Mən onsuz da Allah bilir mənim yolumu. Çıxarsan, evlənərsən, maşın alarsan, mən sənə deyərəm ki, Yo, bunlar nə danışsan? Getdi küçədən bir dənə tapdı bomş. Gətirdi, çimdirdi, üzünü qıxdı. 6 ay bu TikTokdadır bomş. Adını da qoyub reabilitasiya sağalır. Hətta bilirsən nədir? Eləyir, adı nədir? Getirdi 3 gündən sonra binada video paylaşırlar ki, bunun mənəviyyatı da xoddandır. Qonşulara su da verir. Bu işi böyüyüb. Ay maşallah. 3 gün öldü. Bu hələ Lomkanı çıxartmayıb amma əslində. Baba söhbətə bax bir dənə. Hamısı vid üçündür, hamısı. Yenə deyirəm, vid üçün eləyək, alverimizi vid üçün eləyək. Paltar dükanı açmışıq, reklam eləyək ki, bizdə köynək var. Filan yerdən filan qədər. Sağalmanı eləməyək. Sağalmanı eləməyək də. Mən deyirəm axı bugünkü gün analar var ki, nə bilim, axırıncı razıdır ki, 6 ay mənim ağzıma çörək deyməsin, liş bu balam sağalsın. Bu şeylərə baxır, çaşbaş qalıb. Mən bugünkü gün bizim kəndimizdə var. Deyir, çaşıb qalmışam. Ki, hara gedim? Hara gedim? Mən də deyəm. Sən yanıma deyir, göndərərəm, oradan mı bilinçik verirlər axı deyir. O birisi baseyin də içimizdir axı. Deyirəm, bizdə də var, amma qayda qanunundadır bunlar hamısı. Hə, bilinçiklə, baseynlə sağalma olsaydı, elə hamı uşaqlarımızı Qəbələyə istirahət mərkəzlərinə göndərərdi, orada sağalardılar. Yox, belə də ki, elə evdə bunun üçün şərait yarat qalsın evdə də. Yox, reabilitasiya. Yox, ümumiyyətlə, bax, belə bir məsələ vardı. Bu light söhbəti bayaq canlıda da yazmışdılar. Mən niyə tərəfdar deyiləm? Bax, hər bir əməlin bir bədəli vardır. Bəli. Bax, mən özümdən deyim. Qardaş, mən narkomançılıq eləmişəm. Mən
özümü və əzizlərimi incitmişəm. Düzdür. Bundan sonra məni təzədən gətirib salsan reabilitasiyaya. Oradan da İran təranələri qoyub məni oynadırsan. Oradan da məni qəşəng bilinci yedizdirirsən. Amma mən çıxıb yenə eləyəcəm də. Mən nəsə ayılmalıyam da. Mənə sən nə ilənsə, Pis hisslər. mən demirəm, mənim şəxsiyyətimi alçatma. Amma mən nəsə bir bədəl ödəməliyəm də. Mən bir gecə yuxusuz qalmalıyam. Mütləq. Mənim öz iradəmi Yox eşitməliyəm. Yox eşitməliyəm. Sən mənim nəsə mən onsuz da dədəm anam hədiyyə deyə Mən bu nə günə ayağımı yerə vura-vura nə istəmişəm olub gəlib bu günə çatmışam da. Mənim nədənsə məhrum olmalıyam ki, ağrımalıyam ki, mütləq. mən həyatımı dəyişmək üçün qərar verim. Bəli. Yoxsa mənə gətir sal reabilitasiyaya bütün gün basen, şəlalə, TikTok canlı, sonra da gözdə ki İlqar hara sağal? İlqar sağalaşır. Rezidentim olub. Çıxır. Bugünkü gün rastlaşırıq da. Rezident çıxır, gəlir evə, evdən, valideynindən bilsən nələr istəyir. Razmerindən çox böyük şeylər. Maşın, nə bilim. Başa düşdün? Ağır maşınlar, böyük maşınlar. 10.000-lə, yox. Özdə deyir sağalmışam da. Başa düşdün? Bunlar hamısı mənim qardaşım. Yenə deyirəm, reabilitasiya sağlam fikrim ötürmə yeridir. Reabilitasiya bayıra çıxandan sonra mən həmişə uşaqlara deyirəm, İTOQ-da zətdə danışım. Bura poligon deyə deyirəm mənim qardaşım. Burada tökülənləri, burada deyilənləri əməl eləyib yığmalısan, çıxıb bayırda. Yox sözü, məni disiplin, məni yoxlar bugünkü gün. Məktəbdir, reabilitasiya, düzgün qurulmuş reabilitasiya böyük bir məktəbdir. Düzgün qurulmuş reabilitasiyalar var bugünkü gün. Azdır, amma azdır da, çoxlu, hamısı bilirsən neynə. Açdı qoydu. Biz bu gün nə parça bozbaş yürüyük. Ay yaxşı görək də. Deyən görək. Biz nə yürüyük? Biz indi açaq nədir bəyəm? Toyuq alıb, vallahi, 2 dənə toyuq alıb şişə vurmaq. Bizdə mərkəzdə menyudadır o kabab. Bəli. Menyudadır. Bəli. Kimisə ad gün olmağa ehtiyac yox. Bəli. Mən onu çəkməyə utanıram. Hərdə. Adama deyirlər, toyuq almısan da. Neynə? Bir qeyri-adi neynəmsən? Toyuq alıb kabab çəkmisən. Bunu nə reklam edeyim? Bir budur. Bundan əlavə məsələlər var reabilitasiya ilə bağlı. İndi belə danışıram, bu başda formalaşmasın. Bizdə döyürük, asırıq. Yox. Elə çıxır amma. Bunlar o qədər özlərini belə ki, mələk kimi göstərir. Adi reabilitasiyanın içində görürsən, subordinasiya məqsədi ilə müəllim deyəndə deyirəm ki, sən mənim qardaşımsan. Müəllim nədir? Haçandan mən müəllim oldum. Sən mənim qardaşımsan, xəstəliyin düşmanımızdır. Mən öz keçdiyim kimi sənə yol göstərməliyəm. Məni döyüb söyməyiblərsə, bir də bugünkü gün döyüb bilsən kim döyər, söyər, bu xəstəlikdən anlayışı olmayan. Bu xəstəlikdən anlayışı olmayan əldə atar. Amma İlqar bugünkü gün göz qabağında Don Paslestvası da var. Çəkirlərdə. Ya bu reallıqdır. 100%. Dərəbəylik deyil. Bu aydın məsələ. 2026-cı il deyə bugünkü gün bu belə şey olar. Kimsə sənin uşağını yox, bu işi bacarmırsansa görmə, özünü vadar eləmə. Bu reabilitasiya işidir. Biz burada canla mübarizə aparırıq. Anaların balaları ilə, körpə uşaqların ataları ilə. Bura nə bilim, yenə deyirəm, biznes məqsədi ilə bu söhbət alınmır. Elədir. Emre abi, mən sənin özüm izləyicinəm. Sənə canlarıma baxıram və sən tez-tez statlar gətirsən. Sənin uzun illər istifadən olub. Mənim yaşım qədər sən istifadə müddətin olub və böyük bir bazan var. Sən ara sıra narkotik istifadəsində olan insanlara satira ilə, ironiya ilə yanaşırsan, amma çox düzgün, belə deyim, podxod edirsən. Mən yavını baxanda tuturam ki, bu bir istifadəçi o videoya baxanda onu o deyir. Onu 100% deyir. Bugünkü gün, misal üçün, istəyərdim biraz bu haqda danışaq da. Bu uşaqlar var bu dəqiqə. Narkotik istifadə edirlər və özlərini düz bilirlər. Bizəm, mən narkomanla düşmənçilim yoxdur. Mən özüm də narkoman olmuşam. Mənim problemsə nədir? Narkoman olub özünü düz bilənlə. Misal üçün, mən narkotik edirdim, mən fərqində idim ki, mən səhvəm. Sadəcə çıxa bilmirdim. Gücüm çatmırdı, zəif idim. Bugün amma dəhşət çox rastlaşıram ki, narkoman, qumarbaz, alkoqolik özünü çox da düz bilir. Və mənə deyir ki, sənsən səhv. Mən yaşayıram, edirəm. İndi kiməsə hansısa bir maddi durumu kömək edir, kiməsə nə bilim,
hansısa keçmişdə bir dənə nəsə hardasa çempion olub, yəni nəsə 2 dənə şpaqat açıb, onu saxlayıb əlində bayraq ki, mən belə olmuşam. Onlarla bağlı. Yəqin yox, mən əminəm ki, sən çox rastlaşırsan da pasiyent gəlir. Reabilitasiya eləyirdi ki, pasiyent gələndə bu ya kriminal avtoritetdir, %100% hər ya şey tanınmış məmur, bəli, ya da ki güclü idmançıdır. ya da ki bir dənə vursa bütün spetsnaz hamı, dostlar. ya da ki bordo bərəllərdən gəlir. Baxırsan buna bax bir də 22 kilo deyir. Öz dediyini özü də inanır. Öz Öz dediyini özü də inanır. O insanlara haqda ümumiyyətlə o elə bir situasiyalar. İndi o insanlarla mən bugünkü gün biz kənddə oluruq, görsən elə şəhərdə də yaxınlaşır. Bir dənə söz soruşa bilərəm səndən. Bilirəm də, mən ona baxanda bilirəm, axı mən onun yaşı qədər yaşamışam onları. O sualı mən bizə nə belə vermək istəmişəm, ürəyimdə olub. Prosta mənim vaxtımda belə adamlar yox idi da. Təzə çıxıblar. Təzə narkotiklər, təzə adamlar çıxardım. Formalaşdırıb belə deyim. deyim. Başqa cür deyək. Adam çaşıb qalır, bu nə danışır? Deyəndə də ki ona adı nədir, sənin xəstəliyindir. Deyir, xəstəliyi nədir? Çox şükür Allah. Yaxşıyam. Stoykamız yerindədir. Stoyka da bugünkü gün narkomandan yaralı yeridir. Mama bir dənə qızılı qalmayıb. Stoykaya bax bir dənə. Yox, qızılı qoyduq qurağa. Qapı döyüləndə qaçır girir kravatın altına ki, görün kimdir o. Birdən gəlib məni apararlar. Stoykaya bax. Gör xəstəliyin böyüklüyünə bax. Amma o adama deyirəm, o dayanmışam gəlib ki, bir dənə siqaret. Xaloğlu. Səndə cibində artıq 3-4 mal olmaz. Sənə deyir. Artıq. Artıq işte. Gələ bir daha məlumat ver. Adı nədir bura bax. Qulluğunda deyə qardaşına, nə söhbət burada mən. Buna bax. Sən nə qulluq eləyəsən, mən? Sən mənim nə söhbət maşırda bilərsən, sən cibə bir paçka siqaret ala bilmirsən. Yenə deyirəm, onlar mənim qardaşlarımdır. İlqar, mən bu xəstəlik, bu proqram, zad, bunlar bir sənin nöşmən bunların üstündə möhkəm deyaram. İndi Allah hamısının balasını saxlasın. Mənim oğlum var, 16 yaşı var. Mənim atam əhd eləməmişdi, mənim anam ağlına gəlməzdi mən durub narkoman olacağam. Bundan heç kim sığortalanmıyor. Bugünkü gün mənim qardaşım, mən bunun üstündə, mənim özdə canlı açıram. Mənim canlıda öz yolum var. Proqramla mən öz adımdan danışıram. Mən proqramla danışaram, səninlə mərkəzdə. Proqramacan, gəl sənin dilinlə danışım da səninlə. Deyirəm, qaqaş, sən bugünkü gün yaşadıqlarını, mən 18 il bundan qabaq yaşamışam. Mən səni ələ salmaq üçün demirəm. Sənə bula deyirəm ki, başa düş də, bir dənə gör də. Sən mənə görmüşdün axı istifadə vaxtı. Biz neynəmədik, hamı kimi. Bugünkü gündə qardaşım sağalma yeri var, proqramdır. Amma görürəm hərdən bu proqramı çəkirlər sağa, sola. İstədikləri tərəfə, öz məqsədlərinə. Soramda görürəm ki, mən düz danışmıram kimi başlayırlar. Bu IQ-su azdır. IQ-su azdır bunu. Biz mənim ali savadım canlı çıxıb qabağıma. Mənim ali savadım, sənin ali savadın var, ged ali sovetə də. Sən nöş gəlib girmirsən 30 dənə. Bu işi də bacarmırsan. Nə vacibdir burada, nə böyük. Bu yaxında deməli bir həmkar deməzdim. Yəqin bilirsən də, bir xanım var, təsəssüf və 12 addım proqramına zid. Öz işidir, hörmətlə yanaşır. Mən onunla danışdım, düzdür, mənlə debat istəmədik. Mən belə açıq deyəcəm, qaçdı. Belə bir bayraq var da o xanımda ki, özü mənə xoş olmayan nədir? Ayin cəmiyyətinin haqda pis danışır. Heç bu xoş gəlmədi. İşvi görürsən, gör işvi də. Yəni kimsə nə deyir? Dəstək də onları xanımsan, Azərbaycan xanımsan, əlbəttə ki, dəstək olarsan. Tez-tez videolar çəkib bizə, ayin cəmiyyətinə və bizim formatlı reabilitasiyalara ilişirlər. İlişmək üzərində qruplar reabilitasiyanı və sırf mən qıraqdan necə analiz edirəm. Yanıla bilərəm, ola bilər, amma çox az ehtimaldır mən yanılmam. Nə üzərində qruplar? Bu bizlərin reabilitasiyasında özünü apara bilməyən, bizlə arası deyən adamlar yığırlar yanına. Armiya yığırlar. Adı da nədir?
Siz düz işləmirsiniz. Siz nə bilim Rastlasa. narkomana, dolma yedizdirməlisən, burger düzəltməlisən, zat. Belə söhbətlər var. Valla mən burgerimi də yeyirəm, dolmamı da, amma mən reabilitasiyada yeməməli idim burger, dolma. Bəli. Düşmürdü mənə. Düşmürdü də qardaş. Sən zaman ver. Mən necə mən mal eləyən adamam. Mən hamını incidən, özümü məhv edən adamam. Mən sağalmamla məşğul olmalıydım. Və mən elə burdan səslənmək istəyirəm o insanlara. Bilirlər ki, hamı bildi kimdən danışıram. Baxın, sizin mövqeyimiz var, bizim mövqeyimiz var. Və biz nə ilə fərqlənə bilərik? Nəticəmizlə. 3 ildən, 4 ildən yuxarı 15 dənə adam mənə göstərsəz, mən əmin edirəm siz, əgər sizin pasiyentiniz olub və 3-4 ildən yuxarı ayıqlığı var, 15 nəfər göstərsəz, mən söz verirəm, mərkəzimizi veririk sizə, siz işlədin, özümüz də sizin üçün işləməyə hazırıq. Yox, göstərə bilməsəz danışmayın. Mən amma Emil əminə şərik 150 nəfər göstərə bilirik. Şərik göstərə bilirik. Yəni bu məncə kifayət edir ki, başımızı salıb işimizlə, gücümüzlə məşğul olun. Ayın cəmiyyətinə ilişmək. Sonra deyir, nə bilim. Sonra rastıma bir sənə video çıxıb. 4 ildən çox ayıqlığı olan qrupda desə ki, hamıya salam, Emil Aslı, onda salamatçılıq deyir psixologiyasında. Bugünkü gün mən elə o həmin insanlar paylaşıb. Baxmışam mən də, hə. Qaş qrup bizim elə təkərimizin biridir də. Saxlayan güclərdən, güclərdən birlikdir də. Budur da. Və onu deyim ki, qrupu da reabilitasiyalar doldurub da. Bugünkü gün sən indi bir nəfəri görmüsənsə orada, sən qrupu qiymətləndirə bilməzsən. Reabilitasiya var, çıxır, olub. Bizdən də çıxıb məsəl üçün olub sırf eləyib. Amma deyilənlərə əməl eləməyib də. Mən özümlə danışıram ki, mən bu yaşımda, məsəl üçün deyək də 42 yaşımda durdum, deyilənlər böyük bir qlobal problem deyil. İstifadədən 1000 dəfə rahatdır. Deyilənlərə əməl eləyib ayıq qaldımsa, sən deyilənlərə əməl eləmədin, gedib istifadə elədinsə, o demək deyir ki, o düzdür. Və burada qrupun heç bir günahı yox. Əlbəttə, nə danışsan. Bir, ikincisi deyiblər ki, onlar öz çıxışında deyib ki, yəni gör nə deyir. Deyir, qruplar, ayın qrupları potensial cinayətkarlarla doludur. Gör bunlar öz mərkəzinə, məbabına şey götürürlər də, narkoman götürmürlər, belə push istəyir. Yox, bilsən nə götürürlər? Rus dilində, jargonla danışmasın. Ay qardaş, məbab də. Yuxarı aşağı narkoman da. Bəli, xeyirlə. Yuxarı aşağı narkoman deyil bu. Yox, bəli, xeyirlə. Sən hardan sığorta alsan ki, sənin pasiyentin cinayət törədənməz? Yox, bəli, xeyirlə danışsın. Elə narkoman olur. Ali savadlı olsun. Ha, 3-4-də şəkil, üç dənə dil bilsin. Ya elə narkoman yoxdur. Elə narkoman ölkədə 10 dənə də təzə şey çıxıb da bir dənə. Valla onların canlısına çıxanları mən müəyyən qismini tanıyıram. Onlar ondan deyil, ha deyim sənə. Bilirəm, canlıda da 10 nəfər olanda, canlıda da 10 nəfər, 15 nəfər olanda Emin necə demişdi? Mən bir iki kəm onlarla yüngül var. Yenə deyirəm, onlar bizim düşmanımızdır. Azərbaycan xanımıdır, bizim qızlardandır. Yəni də yenə deyirəm, Azərbaycanlımızdır. Amma düz danışaq da. Kino çəkməyək. Kino çəkməyək də. Kino çəkməyək də. Valla, billah, biz hisslərimizlə davranırıq. Bu reabilitasiyada elə, nə bilim, nəyə lazımdır? Yox. Lazım deyil, heç lazım. Heç bir şey də gətirmir axı o sənə. Heç bir şey də vermir axı. O ki bir dənə nə verir? İnsanlar bir-birinə atır o videonu, kəşfətə düşür. Yəni kəşf üçün biz bu işləri görürük. Kəşfətdir bizim məqsədimiz, əminəm. Mən ümumiyyətlə tərəfdarıyam ki, mən özüm də TikTok səhifəsi işlədirəm. TikTokda xəbər yayıram. Bazardığım qədər mesaj çatdırıram. Amma mən tərəfdarıyam ki, TikTok, Instagram, reabilitasiya səhifələri hamısı içi biz qarşı bağlansın. Mütləq. Bağlansın qardaş, yerindən duram. Dünənlərin bunu bariqa qapısında görüblər. Dünən. Dünən bariqa qapısında görüblər. Bugün TikTokda sağalma haqqında valideynlərə müraciət edir. Bəs onu deyirəm də, bir möhkəmləndir də ayaqda. Sırıvnikdir, dayanıb danışır. 5-ci sınıfımdır.
10 gündür buradayam. Burada nicat tapdım mən. Ha bir dağa dayan görək ay qardaş. Sən niyə vapşım canlıdasan? Ay sən başladı. Sən yazıların harda qaldı? Sən yazıların hardadır? Ha nə bilim mənim qardaşım, ucuzlaşdırmayaq. İTOK ucuzlaşdırmayaq bu proqramı. Bu proqram bu proqramla çox oğlanlar ayıqdılar. Bu proqramdan müğayət olaq, bərk yapışaq. Nə bilim, əlimizdən gələni eləyək. Yoxsa yenə biznes xarakterlə makler reabilitasiya işlədir. Çox ali savadım var, reabilitasiya işlədir. İdmançı, reabilitasiya. Vallahi billahi bunlar hərə öz sahəsində tutuzdursalar, bundan da daha böyük xeyir verərlər. And ol Allaha. Nə məcbur daxı. Şeir demək, qəzəl yazmaq, nə bilim, mahnı oxumaq yeri deyil. Bura reabilitasiya mərkəzi. Mən bir dəfə video çəkdim bu rəqqaslara. Ki qutaraqda da oynamaq bildik də, kalonkalımız var. Girmisən kreditdə, bir 300 manata kontaktlardan kalonkal almısan. Bunu başa düşdük. Camadım alasını oynatma orada, tər su aparır. Bir dəfə girmişəm. Bir dənə uşağı oynadı. Qaplan döyülləri, canlıda oynadır. 4-5 saatdan sonra girmişəm bu oynaya, hələ də oynayır. Tərgedir bundan. Çəkən də reabilitasiya rəhbəridir. Qışqırır ki, oyna. Baxış çox gəlir axı, millət baxır. Ay bu nə deməkdir? Bunu sən nöşbir edirsən, zamanla mırtdaşırsan. Belə bir yaralı mövzumuz da var ki, reabilitasiyada toplantılar, İTOK, nəm filan. Sən pasiyent olanda, sənə dərsləyən adam, sənlə danışa canlı açsaydı, sən nəsə oxuduğun yerdə ona yazmısan, həyatını yazmısan, oxuyursan, o da bax belə eləyib. Hə, bu şey, like eləyin dostlar. Sən qəbul eləyərdin. Heç vaxt. Heç oxumaram axı. Oxumaram axı onun üçün. Oxumaram, qoş belə şey olmaz. Mən burada günahı o pasiyentdə görürəm. Ya niyə onun səsini kəsmirsən ki, ay mən deyən. Mənim anam sənə pul ödəyir ki, mənlə sən işləyəsən. Bilsən niyə? Canlının bir qatdalı. Siqareti cibindədir axı. Ay, siqareti cibindədir axı. Ona görə ürək istəyən vaxtı gəlir xaladelnik açdı. Öz başınalıq boyda. Məsuliyyətsizlik boyda. Heç bir buna görə də bədəl ödəmir. Heç kim də bu ilə onun üçün çıxır da, bəs çıxır bunun hazırlığı yoxdur da. Yenə deyirəm, reabilitasiya mərkəzi davranışlarımızı düzəltmək yeridir. Reabilitasiya biz davranışlarımızı düzəltməsək biz ayıq qala bilmərik. Mümkün deyil. Mən öz adımdan danışıram. Mənim davranışlarım, nə bilim, əməlim, hərəkətimi düzəltməsəydi mən ayıq qala bilməzdim. Birinci olar, düzdür. Nəinki sən, heç kəs. İstifadəyə bizi nə aparır? Davranışlarımız. Heç kəs birdən bir dənə çıxmayla narkoman olmuyor. Bu hamımız. Onu deyirəm də, bəli. Hər bir narkoman narkotiklə tanış olmamışdan qabaq artıq narkoman həyatını yaşamaq, küçə həyatı, bu lazım olmayan insanlarla ünsiyyətlər gəlib sonunda çıxardır narkotika. Bu ondan xəbər verir ki, problem davranışlarda, düşüncə formasındadır. Və reabilitasiyada bunlar dəyişməlidir. Əgər mən gedəcəm reabilitasiyaya elə əvvəlki kimi canlı açacam, qədəş. Başın falan kəsin başına əzər. Əsən reabilitasiyada bu davranış. Sən elə bu davranışla bədbəxt olmusan da. Ana, ata bütün gün yoxsa sən 17 gün deyə mərkəzdəsən. Sən kim verib bunu? Səlahiyyəti sən canlı açıb reabilitasiya mərkəzində adın altında valideynlər baxır buna, mənim qardaşım. Soyunmusan, bir dənə də burada tatuировка interesli. Boyumusan üstünə. Olmaz. Çox pis təsir eləyir bu cəmiyyətə. Çox. İlqar, yenə deyirəm. Mən belə düşünürəm ki, bu zarafatla yanaşanların əksəriyyəti o belə necə deyirlər, özünə şər atır ki, mən aslıyam. Mən də bu xəstəliklə əziyyət çəkmişəm. Yo, vallah sən o deyirsən. Səndə başqa xəstəlik. Yo, səndə başqa xəstəlik. Başqa yerə müraciət edirəm. Çünki asılılıqdan əziyyət çəkib bugünkü gün qalan adam üçün bu proqram özü bilir nə belə dəyərlidir. Özü bilir nə belə dəyərlidir. Onda elə bura gəlmişkən biraz mövzudan başqa mövzuya keçəcəm. Sualım var. Yəni sən uzun illər, 20 neçə il, 25-26 il narkotik istifadəsindən sonra yetərincə özünü pis hala saldıqdan sonra gəlib bu vəziyyətə çıxdın. Yeri gəlmişkən əhsən sənə ki, sən bunu gizlətmirsən, nümunə olmaq üçün deyirsən. Mən də sənin kimi, mən də gizlətmirəm. Düşünürəm ki, hamı gizlətdi, nə oldu da? Bu xəbər necə yayılacaq? Kimlərsə nümunə olmalıdır. Sən mənim yaşım qədər narkotik istifadə eləmsən və bu gün səninlə oturub 5 dəqiqə danışanda sən daha çox bir möminə, bir ziyalıya oxşayırsan, çim narkomana. Bu da bu 4 il ərzində dəyişib. Bu dəyişiklik necə oldu? Sən reabilitasiyaya girdin. Okey, reabilitasiyaya girəndə
çox pis vəziyyətdə idin yəqin ki, narkotik istifadəsində. Çıxdın, nələr elədin ki, sən bugünkü gün belə adekvat vəziyyətdəsən, bugünkü gün danışığın, hərəkətin, hər şey və ən əsası narkotik istəmirsən və eləmirsən. Alkoqol qəbul eləmirsən, narkotik elə gecə həyatı yaşamırsan. Bu necə oldu bu proses? İstəyirəm də başdan bu haqqda danışasın. İlqar reabilitasiya mərkəzindən çıxan günü inamsızlıq var idi, mənə inanmırdılar. Konsultasiya otağından çıxanda mənə qayıtdılar ki, gəlsən istifadə eləyəcəksən. Baxdım bir kəlmə, baxdım elə gözünün içinə konsultatımın. Dedim, istifadə eləmək istəmirəm. Amma əlimdən gələni eləyəcəyəm, istifadə eləməyim. Söz nədir söz? İlqar, mən ayıq qalmağımın proqrama borcluyam, qrupa borcluyam, öndə gedənlərə borcluyam. Mən İlqar başımda böyütmədim də, İlqar məndən 15 yaş balacadır, mən nə kömək istəyim ondan. Ayıb bilmədim, bilsən niyə? Mən ayıbları eləmişdim, mən İlqarla istifadə eləyirdim, ayıb onda idi. Ayıb özümdən 20 yaş balaca uşaqlarla istifadə eləmək idi. Bugünkü gün mən sağalmağım üçün mənim qardaşım, sən, Kənan 10 il ayıqlığı var, Zar 9 il ayıqlığı var, bunların əhatəsindəyəm, yəni bir yerdəyik. Sən, çox uşaqlarımız var da, mən nəyisə başımda böyütmürəm də, başa düşdün. İlqar, mən necə eləyim ayıq qalmağım üçün? İlqar deyir, bunu elə, baş üstə oldu. Təvazökarlıq eləmək. Başa düşdün, mən ayıq qalmalıyam. Mənim məsuliyyətlərim var. Ümumiyyətlə, bizim 12 addım ədəbiyyatında da yazılıb ki, ən vacib prinsip təvazökarlıq. Mütləq, mənim boynumun borcudur, mən ayıq qalmalıyam. Onun üçün də indi sırf eləyir uşaqlar, görsən, danışdırırsan, mən sırfniklərlə çox danışıram. Sırf elədin. Mən proqram işləmir. Yox, proqram sən işləmir, yox, sən proqram işlətmək istəmirsən. Özünlə dürüst bir dənə bax. Adam var, rastıma çıxıb ki, bu proqram hamıya işləmir ki, sağalan var, sağalmayan var. Mən sağalmayanlardanam da. Deyirəm, sən özünü nöş atdın ora. Elə dinəm, mən sağalacağam. Sən deyilənlərə əməl eləm. İlqar, yəni ki, sözümün canı, sualımın cavabı mənim qardaşım. Deyilənlərə əməl elədim. Baxmayaraq ki, mənə deyənlər məndən 10 yaş balacadır, 15 yaş balacadır. Çünki mən ayıq qalmaq istədim. Çünki mən gördüm ki, bu nədir, mənim məsuliyyətlərim var. Amma mən nə çətinliklər var idi o ayıqlıqda? Aydın məsələdir ki, ilk o çətinliklərdə bizən nə çətinliyim var idi. Mənim icazəmə bax. Ümumiyyətlə, üzr istəyirəm. Bax, narkotiki, uzun illər narkotiklə yaşamış adam birdən narkotiki dayandırdı. Dayandırdı İlqar. Başlayır problemlər. Uzun illər, bir daha bunu keçək bundan. Uzun illər narkotik istifadəçiyəm. Atam ancaq gecə-gündüz bir dənə oğlanam. O bəsdir, əyibdir kəngör. Bu nə hərəkətdir, bəsdir. Deyirəm, hala sağalacağam da. Özü deyirdi, gicdiyə qoyma. Bir sən sağalacaqsan, mən öləndən sonra. Deyirdim, yaxşı da, bu nə söz deyirsən. Mərkəzdən çıxdım, 20 gündən sonra atamı itirdim. Atam mənim ayıqlığımı görmədi. Ən böyük peşmançılığım. Allah rəhmət etsin. Kaş istəyərdim, atam məni ayıq görsün də, belə görsün. Gör necə icazəm var idi özümə. Başa düşdün. Çətinliklər də İlqar, bugünkü gün də çətinliklərim olur. İlqar, bugünkü gün də uşaq böyüyüb. Amma ona baxmayaraq dedim, atamı itirdimsə anam var da, uşağım var. Heç onu itirməyim. Başa, onları itirməyim də, hərəkətimi eləyim bunlara görə. İlqar, nə deyim mən? Böyük cihaddır əslində. Çox, İlqar, problemə qalanda da qardaşım, bugünkü gün də problemlər yaşayır. Narkotik, mən bilirəm, fərqindəyəm. Olan bir gün olur, bir gün olmur. Bu indi o demək deyir ki, çıxış yolu məncə istifadə deyil. Bilməyən insanlar bu qohum əqrəbəsən elə bilir ki, məsələn, bu konfeti istəmək, bu çayı istəmək kimidir narkotik istəmək. Elə deyil. Narkotik istək o qədər güclü bir istəkdir ki, sən səndən alır da və burada sən ki bu istəyə qarşı nəsə qoya bilirsənsə və bu istəkdən müəyyən müddətdən sonra azad ola bilirsənsə, sən həqiqətən çox böyük insan olmuş olursan və gezi-tezi də gəlib misal çəkirəm, səni də burada götürürəm ki, bu olmalı idi. Sən ki o cür quyudan çıxdınsa, sən
yaxşı, nümunə götürüləsi bir kişi olmalı idin. Oldun da. Hə. Və buna görə düşünürəm ki, sən özün özünə birinci növbədə təşəkkür eləməlisən. Və mən də sənə təşəkkür edirəm Var ki, ol. bizim cəmiyyətimiz, cavanlarımız, nə bilim, yaşlılarımız fərq eləmir. Sənə baxıb nümunə götürür. Mən Var ol. izləyirəm, baxıram, Hə. həqiqətən görürəm. Uşaqlar motivasiya alırlar. Çünki məndən. bax sən kənddə böyümüş adamsan. Bizim kənd əhliləri də elə olur ki, biraz öyrəncəli və rahat arxein onlar da narkotik biz binəyə qədimdə eləmişik də, dədə babamız ot çəkib, falan şey çəkib. O cür psixologiyalı insanlar üçün daha çətindir. Çətindir bə. Və sən o belə deyim, sort insanların üçün ayrıca bir nümunəsən ki, Bunsuz da hə, daha qədeş elə qədəşdir, narkotiksiz, heç nəsiz. Ehtiyac yoxdur. Dəqiqə başı bu döş cibindən bir daha çıxardıb pita çox çəkəsən ki, qədeş olasan. Sən narkotiksiz də elə qədeş ola bilirsən. Bu doğrudan böyük nümunədir. Buna görə mən səni həmişə alqışlayıram. Var ol. Qürur duyuram. Var ol. Mən də sənə təşəkkürümü bildirirəm. İlqar var ol. Əhsənsən, qabiliyyət və qanacaq var olasan. Sağ ol. Öndə gedənsən. Mənim təcrübəm çox ola bilər. Mən səndən yaşda böyük ola bilərəm, istifadəm, optum, çox ola bilər. Amma sən bugünkü gün reallıqda mən bunu qəbul edirəm ki, sən öndə gedərsən. Sağ ol, var ol. Bugünkü gün mən keçdiyim həyatı 4 il atlamışam, gedirəm 49, 50 ay. Sən bunları keçən il yox, iniş il keçmisən. Eminəm, bir dənə də mövzu var. Bilirəm sənin də mənim də hamımızın yararlı yeridir bu. Ki, bu indiki bu cavanlar, cavan pokoleniya uşaqları özlərin belə bu əsas da niyə bu mövzuya toxunuram? Reabilitasiyada canlı zad açırlar. Özlərin belə elə aparırlar ki, fəxrlə də, güya bunlar nəsə belə kriminaldılar ya nədilər. Görürsən də sən də bu cür şeyə, bayaq da toxunduğum mövzuya. Ümumiyyətlə bu niyə var? Bunu niyə eləyirlər? Niyə bir təhsilindən öyünmürlər? Bunu idman nailiyyətini öyünmürlər? İlqar, bu bilsən nədir? Bu psixologiya. Bu hamısı eşidir, YouTube, nə bilim, TikTokda zətdə filan kəs, məsəl üçün. Allah rəhmət eləsin, rəhmətə gedib. Bunlar Rusiyada bazarlar. Bunlar hamısı tənbəllikdən irəli gəlir bunlar. İşləməmək, işləməyək, rahat oturaq. Çökək hansısa bazara, oradan haqq alaq. Eşidib bunu kimsə eləyib, haçaqsa. Amma bu özünü o eləyib, sən onun ayaqqabılarını giyinə bilməzsən o adamın. Valla o adam sağ olsaydı, görsəydi deyirdi lazım deyir, belə şeylər eləməyin. Belə şeylər eləməyin. Əzilirlər, büzülürlər. Cavan pokoleniya babalar, bu necə deyək, o jargonla bu xodlar ərmələrdən qalıb. Mən onlar bir ayağını, sağ ayağını divara söyküyirdilər. Belə yansına dayanırdılar, başa düşdün, tubam. Əziblər məni, hepatit A, B, pitoyda bu ketdi məndə. Buna qıraqdan baxırdılar ki, bu yaxşı oğlandı, əziyyət çəkən oğlandı, döyülüb bu. Bu döyülüb, əzilib, bu 70-ci illərdən o nümunə ilə qalıb. Heç kim bugünkü gün deyirəm, yaxın uşaqlar çıxır da qabağıma görsən, heç kim demir, dünya çempionu olacaq. Quruşa, bu yaxşı deyil, başqasını deyiş ki, udarım aşırdara, zənciri möhkəmdir onun, təpiyi qıraram bunun zənciri. Ancaq əzilib büzülməklə. Hamı əzilib büzülməklə heç kim qəbul eləmir ki, reallığı. Valla sən o əziyyətin 1/3 keçə bilməzsən. Bunların da kökündə tənbəllik dayanır. Oturaq öydə qara diplomatla pul gəlsin bizə. Qara maşınla, qara vacinla. Elə həyat yoxdur mənim qardaşım. Bir növ elə bunlar tamam düşüncəsi. Əlbəttə tamam düşüncəsi. Belə davranışlar götürür, gətirir, asta kriminala meyillilik, kriminala girdik, vaxt getmir orada, neyniyək, narkotik çıxıb başlayaq, bəlkə eləyək, vaxtımızı aparaq. Bu kök oradan başlayır. Səhv tərbiyələnmə də mən deyərdim. Tərbiyələnmə. Söhbət ailə tərbiyəsinə girmir, söhbət sosial tərbiyələnmə. Söhbət ondan deyirəm. Ondan görsən ki, adi müəllimənin oğludur, başa düşün, atası vəzifəli şəxs. Oğul psixologiya mühit şuuraltı işləyir də uşaqlara. Bunda alınır mənim eləm canı düzəltmə. Mən vəbşəm gedəcəyəm ora. Ki ay qardaş, o deyil, hara gedirsən? Oradakılar gedəcəyəm. Orada gedənəcən
Zəng eləyirsən ki, o eşiyimizi satın, gəlin çıxardın məni. Hı. Oradakılar bu Cib gün elə çatmamış. ikinci nə bilim abi, oradakılar razıdılar 2 saat bayıra çıxmaq üçün. Oradakılar razıdılar ki, teki bizi açıb siz hara gedirsiniz? Hara gedin? Cavan oğlanlar. Niyə siz böyük vəzifələrdə işləmək istəmirsiniz? Getdiyiniz yolu da gedə bilməzsiniz axı. O yol yoxdur vəbşə. Bunu böyüklər də deyir. O yol yoxdur. Mənim yadımdadır ki, mənim gənc yaşlarımda, 17-18-li yaşlarımda belə bir şey formalaşmışdı ki, biz oxuyan uşaqlara pis baxırdıq. Bu oxumaq sinoptikdə uşaqdır bu. Ana uşaqdır. Botanikdir, Maminkin sinoptikdir, zad ora bura. Belə yeridilmişdi. Necə olmuşdu belə bir şey. Mən dərsdən qaçım çinlər bomba olan. Ahət, mən gedim anamı bölmə qapısına gətirim. Mənim evdəkilər nəyisə satıb mənə çıxartsınlar. Mənim nə bilmək başıma mincin arkaman olum. Pis deyiləm. Bu yetim geyir oxuyur, gələcəyə qurur özünə. Sabah gəlib atasına anasına dərs. Ən azından başını uca eləmək üçün çalışır. 100%. Bu Maminkin sinoptikdir. Nə badədə biraz fağır ola. Və mən düşünürəm ki, elə buradan başlayır. Elə bu gətirib çıxardır narkomançılığa. Çünki mən vaxt var idi ki, heç cür düşünməzdim mən narkoman olacağam. Mən sadəcə təsdiqlənmək axtarırdım. Bəli. Ki, yenə Lordidə dedim, bomba oğlan. Narkoman olmaq istəməmişəm. Mən bomba olmaq istəyirəm. Ki, hamı mənə hörmət etsin. Ayıldım ki, narkoman oldum. Və bu gün artıq düz deyil, gecdir bunu düşünməyə, amma bu gün başa düşürəm, ən azından mənim üçün gec olsa, sənin üçün gec olsa, bugünkü gənclər üçün ötürürük ki, bomba oğlan təhsilində fərqlənəndir, idmanda fərqlənəndir. Atasının qulluğunda dayanandır. Bomba oğlan bugünkü gün yenə deyirəm. Bomba oğlan, həmişə bu sözü deyirəm də, canlılarda da deyirəm. Yaxşı oğlan, bomba oğlan bugünkü gün cipi saxlayar navesin altında, manqalı yandırar, yanında samavarla yığar ailəsini başına. Ay, sağ ol. Çörəyini yeyə cipinə balet eləyər. Ay, sağ ol. Yoxsa at bıçağı belinə. Yox, bıçağı at belinə. Vallahi görəcəksən miqalka yanır, çıxardıb atacaqsan sarın dibinə onu. O bıçağı da belində gəzdirə bilmirsənsə. Başında düzüb qoşmusan, o qayçı bıçaqda əlimə rahat yatır. Ay, bir dağa dayan görək. Vallahi bir dənə Vıran xoruz versəysən başını kəsə bilməzsən onun. Vıran xoruz, toğ demirəm. Sən başında böyüdün sən özün. Sən xəstəliyin deyə böyüdü başında bunu sən ki, ataram, kəsərəm. Ay, bir dağa deyən. Vallahi mənim yadımdadır. Mən özümdən götürüm. İndi mən sənə baxanda gəncəm. Mənim o yaşlarım bu yaxına təsadüf edir. Danışım, nə qədər deyirsən özümdən danışım. Axşam ambulansın sirenası görüb qaçıram. Budur da. Ambulansdan qaçmışam mən. Pravadniki görüb qaçmışam, elə bilirəm polis deyə. Pravadniki. Amma danışanda, o danışanda abi indi bu gün də elə uşaqlar görəndə adam yanır, yaxılır ki, eləmə. Bizə yox heç olmasa da. Başa düşdün? Sən də alındıranmadın, gəldin, düşdün reabilitasiya. Eləmə, nə badə, yaxşı oğlan. Bilirsən, mən öz adımdan danışıram, mən öz təcrübəmlə danışıram və bütöv günü bunu oğluma da beynini aşlayıram. Yaxşı oğlan mənim qardaşım, bilirsən kimdir? Qapını döyəndə çıxır küçə qapısına, sinəsini verir qabağa ki, buyur mənim qardaşım, eşidirəm, nə lazımdır? İşıqçıdır, qazçıdır, kimdir, nədir. Yoxsa yaxşı oğlan girib dal otaqda kravatın altına girib anasını qapıya göndərmir. Yaxşı oğlan bu oğlandır ki, başında da düzüb qoşur qaçağam. Ay, sən hara qaçırsan, sən kimdən qaça bilərsən? Narkotikdir, qumardır, bu şeylərlə yaşayan adam məcburdur o gizlənmək. Mütləq. Bunu səni qaçırdan ora, sənin xəstəliyindir, sənin narkomançılığındır, sənin, yoxsa sən düz olandan sonra biz bugün niyə qaçmırıq? Bugünkü gündə İlqar, yenə deyirəm, çox şükür Allaha, dövlətimiz sağ olsun. Şərait yaradıb, işləyirik. Prosta yenə də itokda deməyim ondadır ki, bu proqramdan möhkəm yapışaq. Mənim qardaşım, bu proqram işləyir, dəyişir həyatları. Çox İlqar, çox. Mənim proqram bərk yaralı yerimdə. Vallahi billahi. Bir dəfə bir dost var, anonimdir, o da sağalandır. Mən bundan bir söhbət edirəm, bu qayıtdı mənə ki, proqramı qoyaq qırağa da. Bu da tez-tez bu söhbəti işlədir. Proqramı qoyaq qırağa.
Axırda buna dedim ki, ha proqramı qırağa qoyanmıram. Deyir niyə? Dedim ha proqramı qoyasaq qırağa. Sən də qorxaq narkoman, mən də qorxaq narkoman. Proqramı qoysaq bir qırağa, biz ikimiz də narkom. Nə danışaq səylə? Heç nə. Nədən danışaq? Biz nə eləmişik ki? Biz elə qram dalıca ora get, o bayırğanın qapısına get, bu bayırğanın qapısına get. Saat 4-ə 5-ə kimi də ana evdə yatmasın ki, oğlum indi tutular, bu dəqiqə tutular. Bu adam nə danışacaq ki? Egoist adamsın. Mən proqramla danışa bilərəm ki, mən həyatımı dəyişmişəm. Mən ancaq proqramla təmiz həyatımda dikdiyana bilirəm. Düppədüz. Mən narkotik istifadə edən həyatımda sənə deyim ki, heç mənim narkotik istifadəmdə elə bir şey də olmayıb ha ki, mən ailəmlə qarşısında çox baş aşağı olmuşam, öz əzizlərimin başında, amma gedim cəmaatdan gizlənib elə amma yenə də mən utanıram. Çox hərdən indi deyirəm ki, İlqar, söz və qüvvət deyirəm, danışıram. Görsən canlıda məsəl üçün də yazırlar ki, çox böyük deyirəm, yox, mən bu fəxr eləsi bir şey deyil. Prosta bunu bir söz niyə görə deyirəm? Amma mən bugünkü gün ayıqam. Deməli sən də ayıq qala bilərsən də. Başında böyütmə də. Mənim ayıq qalmağımın da elə birinci bu proqramdır. İkinci öz hərəkətimdir. Söz yox. İndi əziyyət çəkmişəm. Deyilənlərə əməl eləmişəm. İstəməyərəkdən eləmişəm. Nəfsi və qarşı Qardinyam imkan verməyib ki, məsəl üçün gedə. İlqardan mən nə soruşma, İlqar neyniyə. Amma yox. Sağlam fikir. Sən soruş da, soruşduq. Hərəkət eləmişəm ayıq qalmağım üçün. Bugünkü gün onun üçün deyirəm ki, qardaşım, mən qayıtmışamsa, vallahi sən başında böyütmə. Sən qardaş, sən yenə deyirəm, deyirsən, belədir, elədir. Sən hər öydən çıxdın, axşam öyə qayıdanacaq. Öyümüzün içində nə belə adam var, hamı stressdədir ki, ən azından ölməsən də səni tutacaqlar. Sonra mən yox əllə ayda 2 dəfə məni dartacaqsan ki, qara köynək gətir, nə bilim. Canlığımı gətir, canlıq yığdırıram burada. Ebanit təsbih zakas eləmişəm, biril istəyirəm. Həsanın da behini vermişəm. Başlayacaqsan buna da onun üçün deyirəm ki, bacara bilərsən, mənim qardaşım, başında böyütmə. İstəmirsənsə. Özə bu dəqiqə elə dövrdür ki, çox pisdir. Narkotik dövr. Azərbaycandakı cəza çəkmə müəssisələrinin 75-80% 234 ləndir. 234-ün 3-ü ilə, 2-si ilə, 4-ü ilə. 2, 4, 1 hamı yəni çoxluq narkotiklə tutulur. Çünki keçmirlər. Bəli. Narkotik eləyən insan uğurlu bunu eləyə bilmir. Mümkün deyil. Sən tutularsan, gecə tezi var. Birincisi, bu utanc verici bir şeydir. Çox. Ki sən öz kayfıva görə qoydun camaatı qapılarda. İlqar videolar çıxır da qabağa. Mən filan kəsin pulunu verməsəm. İndi söhbətə bax, deyəndə danışanda xəstəlik. Deyirlər ki, nə xəstəliyi, xəstəliyim. Yo, qardaşım, o görürsən nələr deyir videoda. Söyürlər. Mən birində baxmışam, şəhidləri söyür. İndi söhbətə bax da, o başında da düzür qoşur, yox qaytaracaq onu. O arxayındır ki, o video yayılmayacaq. O yox, lap belə yayılmağı qoy qırağa. Ondan mən malı alacağam. 10 qram ona, 15 qram ona, 20 qram özümə qalacaq, onun pulunu atacağam da. O mal ki gəlir düşür hələ hisslər dəyişir ha. Başa düşdün. Arxayınçilik gəlir. Bax xəstəlik yox. Bir də ayılır ki, bir köpük. Bir də ayılır, bura bax. Videoda getdi, salam əleykum. Olmaz, buna da səslənək məncə. Mütləq. Dəhşət çox mənə video atırlar. Dəhşət çox görürəm. Çıxır, qazini söyür, rəhbərliyi söyür. Sən 1 qrama görə sən necə bunu eləyə bilərsən? Görsən İranlı otur İranda, sənə 3 qram mal öz vətənvi söydür. Sən vətənvi, dövlətivi, şəhidlərivi. Nəyə dəyişirsən? Heç nə, 1 qrama. 2 qrama, 5, 20, 50 qram, 100 qram nə dəyişir ki burada? Bəs sən danışanda dünənəcən stoykadan danışırdın. Ay sağ ol. Yaxşı oğlanlıqdan danışırdın. Bunu eləməyin. Uşaqlar, bizim veriliş elədir ki, istifadəçilərə gəlib çıxır bu veriliş, bu videolar. 100%. Bu şeyləri elə dəymir. Qardaş, narkomançılıq edirsən, get heç olmasa düz deyim, onda düz hardasa bəlkə deyil. Get kişi kimi elə. Gedib anavı incidib eləmə, gedib atom kaşfikundan uğurluq eləmə, onsuz da bu mümkün deyil. Vapşı da gedib İranlıya ayıb, biabırçı, özünü biabır eləyəcək videolar çəkib, eləməyin belə şeylər. Ömür boyu damğadır bu sən. Ömür boyu. Sən sabahlarım gələrsən proqrama, Allah sənə nəsib. Ayıq qala bilməzsən, o istər. Ayıq qalmağa başlayarsan, sənin o videonun ömürlük sənin arxoncadır. Ayıqlığı yaşaya bilməzsən, xəcalətdə. Bir dənədir, bir dənə gələcək kişinin oğluna darmavoy müftə mal gəldi. 3-4 gün elədi, ondan sonra. 5-ci gün nə olacaq? 6-cı gün nə olacaq?
özünü Bu rüsvayçılıqdır. Bu təzə modda olan şeydir. Bu Çox, Allah onlara çox. lənət eləsin. O İranlılar, Amin. cavan uşaqları, indi az yaşlı uşaq da başı ora kimi işləmir. Buna bir dənə lazımdır ki, mal gəlsin. Mal çıxsın. gəlsin. Mal gəlsin. Eləməyin, getməyin o oyuna, eləməyin elə şeylər. Bu biabırçılıqdır, bu utanc vericidir sizin nəsliniz üçün, sizin bütün sabah uşaqların zadın olmaz belə şeylər. Əmi, bir dənə də nə demək istəyirəm, indiki sintetik narkotik, məsəl üçün sən uzun illərdir da, sən nə bilim, neçənci illərdə eləmsən. Fikir verirsən, indi o vaxtı narkotik eləyən, bir 4 il, 5 il eləyərdə heç kəsin xəbəri olmaz. İndi 1 ildə eləyir. Bu yaxında bir 1 il çoxdur. 1 ilə bir sən neyniyib bu? Daldalı gəzirlər. Anasına bıçaq atmaq, nə bilim, girib cəmaatın dükanında qışqırmağı, dəli olmaq. Elgar, mən deyirəm bunu bilə-bilə eləyirlər. Bu Bu nəsə qatılır. Baxıram hərdən, görürsən rezident gəlir. Deyirəm bu narkom, bu Sən neynəmsən? Bu neynəmsən belə? Ay, sən neynəmsən? Ya mal adam belə eləməz axı. Bu nə danışıqlardır danışırsan. Öz-özünə qışqırır otaqda. Məsəl üçün görsən, baş gördü. İstifadə də çox deyir, istifadə də. 1 il eləyir, 1 il eləyir. İlqar, mənim yadıma gəlir o köhnə istifadəçilərdən. Valla oğlan olub ki 8 il 10 ildən sonra rəhmətə gedəndən sonra biliblər ki bu istifadəçi idi. Biz nə badə ya, biz keçmiş narkotikləri tərifləmirik. Qəti. İlanın ağına da lənət. Prosta demək istəyirik ki, indi bu dəqiqə ölkədə elə ximikat narkotiklər var ki, yəni yaxın durmayın, ağlınız köhnə narkomana getməsin. Hala misal üçün filan kəs var idi, narkomanlıq eləsə də hörmətli idi. Bu narkotiklə saxlayanmayasan, bir daha ayılasan ki, tumancaq qaçırsan mənə. İlqar, bir də zamana da o zamana deyir axı. Eləmək bəyəm indi asandır. Haçağacan sən hel qabı yığmaqla, məftil kəsib satmaqla, nə bilim, öyün raşotkasını çıxardıb satmaqla mal eləyəm. Haçağacan bu alınlar. Bu gün elədin, sabah elədin, birsün, o birsün nə edəcəksən? Nə bilim, qardaşlar, başınızda böyütmək lazımdır, çıxış yolu var. Çıxış yolu var. Bir addım atmaq lazım. Əlbəttə ki, çıxış yolu var. İstədikləri və yox, deyilənlərə əməl eləməlisən. Qardaş, dəridən qabıqdan çıx. Mən sənə deyirəm, get eşidirsən, ayağını kəs tulla, amma o həyatdan çıxır. Şükür Allah'a da indi bizim proqramda səndən çox şey istəmir. Deyir, dürüst ol, söz eşit, qulaq as, falan vaxtı falan yerdə ol, falan vaxtı falan şeylər. Bəli, qəşəng. Əyləncəvi də əylə, istirahətivi də elə. Bəli. Amma bu kinolara girmə. Girmə. Bu mal eləyənlərin oturub durma. Bəli. Nə deyir? Proqram nə deyir? Qoy deyim. Narkotik istifadə edənlərdən uzaq dur. Nömrəvi dəyiş, sosial şəbəkələri dəyiş. Gəl qruplara. Gəl reabilitasiya keçə bilirsən, imkan varsa. Yoxdursa yenə də gəl qruplara, problem deyil. 90 gün qrupa gəl get, otur başda addım yazmağa, xəstəliyi tanımağa, bir də səndən öndə gedən, səndən 3 il, 5 il qabaq sağalan nə deyir onu elə. Bəli. O da sənə bir pis bir şey deməyəcək. Mən elə eləmişəm. Mən də elə eləmişəm. Sağ ol. Yüzlərlə oğlan indi bu veriliş davam eləyəcək, dəvət eləyəcək, kimdən soruş eləyib. Sən öz başında nəsə qurursan. Bu proqram işləmir, çıxır reabilitasiyadan sırıb eləyir. Gəldi. Orada belə yox, qaş bu proqram. Mənlik də öyle. Bir dağa deyən görə ya. Çox eşidirsən də bu. Mənlik də öyle. Mənlik də öyle. Bəs nə sənlikdir? Bizon satmaq sənlikdir. Bilmirəm. Mamanın saat 1-də dirəmək 2 dava 20 manatı bura verginən. O sənlikdir. O özünə sığışdırırsan. Dinən bacarmıram. Dinən istəmirəm diyanı. Bunu dinə. Yo məndə başqa cür deyə. Nədir səndə başqa cür? Nəyin məndən fərqlidir? Nəyin məndən fərqlidir? Heç nə. Dinən ki, ayıq qalmaq istəmirəm də. Heç kim bu, nə bilim valla. Mən yenə deyirəm, bugünkü gündə mənim qardaşım, mən hər şeyi bilməyə bilərəm, mən hər şeyi bilirəm demək deyil. Yox, və bilmədiyim şeylər var. Utanmadan onu soruşuram, ayıqlığım üçündür, qəlb rahatçılığımın yerində olması üçündür. Utanılası burada heç nə yoxdur. Biz təmənnasız da kömək eləyirik. İlqar gün ərzində 5-dən 6-dan oğlan abratını sivəz verirəm. Nirovniyam, əmi deyirəm canlıda da. Nirovniyam, nə olar? Pul istəmirəm, bir şey istəmirəm. Görürəm sağalmaq istəyənlər var. Bir də İlqar, bu mənim korona sözümdür də. Ayıq qalmaq istəyən oğlan birinci özü ilə dürüst olmalıdır. 100%. Mən özüm belə danışıram. İndi deyim, mən belə eləmişəm. Özünlə, sən mənə telefonda bu cür deyil, məndən bu cavabı al, sabah ged öz bildiyin kimi elə. Vallahi sən mən allatmırsan. Billah mən allatmırsan. Hədə mənim olsa, mən ayıqam olsa. Mən olsa elədiyim eləmişəm. Əziyyət çəkən ən birinci özünsən.
100%. Ümumiyyətlə bir narkoman sağalmaq üçün motivasiya birinci növbədə özünü qoymalı. Bəli, bəli. Okey, bu yaxşı şeylərdir əslində, balam üçün, yoldaşım üçün, anam üçün, amma bu ikinci plandır. Bəli. Sən özünü sevməyi öyrənməlisən. Vallahi billahi sən özünü istəməyən adamsan ey qardaşım. O düzdür, istəyə bilərsən, deyir də, anamı düzdür, inanıram. Amma əməldə göstərməlisən. Hətta elə bilirsən nətərdir? Əməldə göstərməlisən. Mən sənə hər gün yaxşı sözlər deyim, hər gün axırda sənə təpik vurum, yumruq vurum. Kim onu qəbul edir? O sevgi deyil axı. Narkomanın da yaşayışı odur. Bəli. Hər anasına qurban olum. Nə bilim, Allah müqəddəsdir. İslam Qurandan otursun, sənə ayələr düşsün. Ziyarətə gedib sağalacağam. Axşam da mal elə, sən elə bir vozduxa deyirəm. Sən həmin ananı ağladırsan, vurursan. Onu deyirəm də, bunu istəyvi, sevgivi uşağıva, ailəvə, anova, atova əməlinlə göstərməlisən. Hə, danışma. O sən bir dəfə canlıda demişdin, o deyir, boynunun kirinə bax deyir. Narkotik malın deyir, kokosun iyi üstündən elə getməyib, müzakirə edir, vələd zalim. Deyir ki, dində, vallahi. Namazı müzakirə edir. Bu dəqiqədə maskad da o. Bəs onu deyirəm. Maskad taxır ki, gizlənsin. Gizlənsin. Bunun istəyir sağalmada, istəyir yenə söhbətimiz fırlanır ora, reabilitasiyada, sağaltmaqda. Mən bir qardaş kimi, dost kimi, mən də bu işdəyəm, mən də bu işi işləyirəm. Nadürüstlük elədinsə işləməyəcək. Nə özün bir xeyir tapasan, nə də kiməsə xeyir verəsən. Özdə bugünkü gündə sən özün görürsən ki, bu proqramda bunlar yoxdur da. Sən yenə deyirəm, o misal o günlər çəkdimi? Dedim, biz 50 ildir, necə 52-dən 53-dən işləyir bu proqram. Üzü qibliyə diyam namaz qılırıq. Aslı olmayan adam biri girir içəriyə ki, cə namazımızı fırladım bu yana. Mən dini bilirəm. Deyirsən, haranı qutarmısan, sən dini bilirsən? Deyir, mən bilirəm də, mənim elmi dəril. IQ səviyyəm çoxdur. IQ səviyyə. IQ səviyyəm çoxdur. Onun üçün də proqramı dala-qabağa eləməyək. Sağalmaq var, olub, olacaq da. Sağalmaq istəyən üçün. Sadəcə istəməlisən. Mütləq əməl eləməlisən. Öz iradəndən, öz sələmə imtina eləyib, sənə deyilənə qulaq as. Mənə inanmırsan, Emil inanmırsan. Get tap bir nə inandığını tap. Hansın ki 3 il, 5 il təmizdir. Narkotik edib təmizdir, alkoqol içib təmizdir. Get o dediyini elə. O da onsuz da biz deyən deyəcək. Özdə sırf eləyib istifadədə qalan adam çox paxıl olur ha. Çıxır jenaxadı məhəllədə zətdə ki, bu proqram işləyir, proqramdır. Baxma bunlar danışır. Bəlkə bu özü də eləyir. Başa düşdü. Bu altı bazarda ot çəkmir. Çox olub, mən haqqında çox deyiblər elənci adamlar. Normaldır, başa düşürəm, mən də istifadə edəndə kimsə ayıq qalanda sıxılırdım ki, niyə bunda alındı, məndə alınmadı. Allah hamıya özünə, anasına, ailəsinə, balasına bağışlasın, inşallah ayıq təmiz qalsınlar. Amin, amin. Ayıqlıq gözəl şeydir. Ayıqlıq, nə bilim, mən bu ayıqlığımı öz adımdan danışıram, heç nəyə dəyişmərəm. Çünki nəyə dəyişsəm də bunu, satıb onu yeyəcəyəm də 10 günə, 15 günə, 1 aya, 3 aya. Ayıqlıqda, nə bilim, gördüyün həzzi, ləzzəti, İlqar, mən özümdə bilirsən nəyə fikir vermişəm, deməmiş ağacın yarpağı yamyaşıl imiş. Mən onu hiss elədim. Görürdüm yaşıllığı. Amma, nə bilim, valla, ayıqlıq müqəddəsdir, ayıqlığın qədrini bilin, ay uşaqlar. İcazələr verməyin özümüzə, davranışlarımızdır, yalanlarımızdır. Getirib çıxardır, sırf deyir, birdən bir olmur ki. Pasipen işləyirsən, özünə icazələr verirsən, gəlib çıxır da bu yerə. Çox təşəkkür edirəm sənə, gəldiyin üçün, həmişə hörmətli olasan, biz də sənin qulluğundayıq, sən bizim ağsaqqalımızsan, bizim üçün böyük motivasiyasan sən, yaxşı ki varsan, yaxşı ki sağalırsan və insanlara dəstək olursan. Çox sağ ol, var ol. Nəsə sözün varsa buyur. Var ol, İlqar, mən də təşəkkürümü bildirirəm sənə. Allah köməyiniz olsun, var olun. Yenə axırınca həmişə dediyim sözü deyirəm. Ay aktiv istifadədə olan uşaqlar, sağalmaq var. Seçiminizi eləyin. Sağ olun. Başqa təşəkkürüm, minnətdarlığım var hamınıza. Var olasınız. Sağ ol, sağ olun. İzləyicilərə də buradan təşəkkür edirəm.
Sağ olun, izləmədə qalın. Bizim üçün çox önəmlidir. Fikirlərinizi yazın. Bundan əlavə abunə olun kanalımıza, paylaşın maksimum, bizə dəstək olun. Dəstəyinizə ehtiyacımız var. Ən əsası da ayıq başla yaşayın, ayıq olun, ayıq qalın. Sağ olun.